Jack London. İnsanı öldürmək. İçərini ölgün gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst dolanır, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı. Axşam tərəfi kitabı harasa qoymuş, indi isə xatırlamışdı. Qonaq otağına girib işığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri, kənarları kurjavalı, solğun, qırmızı rəngli ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərk vururdu. Qızılı saçları səliqə ilə yığılmışdı. O çox məlahətli, incə hərəkətli, zərif qadındı. Al dodaqlı yumru sifətində mavi gözləri xəfif parıltı saçırdı. Gözlər gah bakirə qız sadəlövhlüyü ilə geniş açılır, gah da qəddar, boz və soyuq olurdu. Bəzən isə orada nəsə vəhşi, amiranə və inadkar əlamət sezilirdi. Qadın qonaq otağının işığını keçirib, dəhlizə çıxaraq başqa otağa üz tutdu. Qapının yanında dayandı. Nəsə onu ehtiyatlı olmağa vadar edirdi. Haradansa onun qulağına zəif səs dəydi. Yüngül bir xışıltıydı. Ya nə idi? Sanki haradasa kimsə yeriyirdi. Qadın and içə bilərdi ki, heç nə eşitməyib, ancaq nəsə özünü ələ ala bilmirdi. Gecənin sükutu pozulmuşdu. Qadın öz-özündən soruşdu ki, gecənin bıçağı xidmətçilərdən kim otaqlarda gəzə bilər? Xidmətçilərin başçısı ola bilməzdi. O kişi erkən yatmaq vərdişini nadir hallarda dəyişirdi. Kəniz də ola bilməzdi. Qadın özü o qıza bir gecəlik icazə vermişdi. Yemək otağının yanından keçəndə qapının bağlı olduğunu gördü. Qapını nə üçün açdığını və içəri girdiyini qadın başa düşmədi. Bəlkə də fəhmlə hiss etmişdi ki, qulağına dəyib onu həyəcanlandırmış səs məhz buradan gəlmişdi. Qaranlıqdı, qadın əl havasına işığın düyməsini tapıb burdu. İşıq yanan kimi qadın qapıya sarı çəkilib astadan içini çəkdi. Ah, bağışlayın, qadın dilləndi. Qorxuzdunuz məni. Sizə nə lazımdır? Buradan tez rədd olub getmək. Kişi dodaqlarını əyib dedi. Sizin bu saysız hesabsız otaqlarda əməlli başlı azmışam. Əgər siz müsahidə edib yol göstərsəz, mən dərhal çıxıb gedərəm. Onunla üzbəyüz işıq düyməsinin yanındakı küncə qısılmış bir kişi tapancasını qadına tuşlamışdı. Qorxu içində olsa da, qadın tapancanın qara rəngini və çox uzun olduğunu gördü. Koltdur, düşündü. Kişi bəstəboydu, pis geyinmişdi. Gün altında yanıb qaralmış sifəti və qonur gözləri tamamilə sakitdi. Tapanca onun əlində titrəmirdi. Düz qadının sinəsinə tuşlanmışdı. Bəs bura necə düşmüsüz? Qadın soruşdu. Onun səsində həmişə amirliyə öyrəşmiş adamın kəskinliyi sezildi. Sadəcə olaraq sizdən nəsə oğurlamaq istəyirdim, miss. Vəssalam. Bura qalxdım ki, görüm götürəsi bir şey varmı? Əmin idim ki, evdə yoxsunuz. Çünki sizi qoca ilə birlikdə maşına minən görmüşdüm. Yəqin ki, atanızdır. Siz isə miss Setlifsiz, hə? Miss Setlif kişinin səhvini anladı. Sadəlöv komplimentini qiymətləndirdi, ancaq naməlum adamı hələlik çaşqınlıqda saxlamağı qət etdi. Sizə kim dedi ki, mən Miss Setlifəm? Qadın soruşdu. Bu ki, qoca Setlifin evidir. Qadın təsdiq mənasında başını tərpətdi. Mən heç bilmirdim ki, onun qızı var. İndi əgər çətin deyilsə, zəhmət olmasa yolu göstərin, çıxım gedim. Sizə minnətdar olaram. Necə yəni çıxım gedim? Axı siz quldursuz, oğrusuz. Bu işdə naşı olmasaydım, barmaqlarınızdakı üzükləri çıxarar, sizinlə də vaxt çürütməzdim. Kişi mızıldandı. Ancaq mən qoca Setlifə əl gəzdirməyə gəlmişdim. Qadın soymağa yox. Qapının qabağından çəkilsəniz, yolu özüm taparam. Miss Setlifin ağlı iti işləyirdi. Dərhal başa düşdü ki, bu adamdan qorxmağa dəyməz. Kişinin peşəkar cinayətkar olmadığı aydındır. Orası da aydındır ki, şəhər adamı deyil. Kişidən hətta nəhayətsiz çöllərin təmiz havasının iyi vururdu. Mən qışqırsam necə? Qadın maraqlandı. Köməyə çağırsam necə? Məgər siz məni güllələyə bilərsiniz? Qadına əl qaldırarsınız? Kişinin baxışlarındakı tutqun çaşqınlıq qadının gözündən yayınmadı. O düşüncəli tərzdə yavaş-yavaş, sanki çətin problemi həll edirmiş kimi danışdı. Güman ki, sizi boğardım ya da şikəst edərdim. Qadını, adam məcbur olanda edər, kişi dedi və qadın onun dodaqlarının bir-birinə sıxıldığını gördü. Əlbəttə, siz köməksiz bir qadınsınız. Ancaq məsələ burasındadır ki, miss, mən həbsə düşə bilmərəm, heç cür düşə bilmərəm. Dostum məni qərbdə gözləyir.
bədbəxtliyə düçar olub və onun dadına çatmalıyam. Məncə bir elə ağrı vermədən sizi boğa da bilərəm. Qadın gözlərini geniş açıb uşaq sadəlövhlüyü ilə kişiyə baxırdı. Ömründə quldur görməmişdim, o dedi. Siz heç təsəvvür edə bilməzsiniz ki, mənim üçün necə maraqlıdır sizinlə kəlmə kəsmək. Mən quldur deyiləm, miss. Deyirəm, yəni əsl quldur deyiləm. Qadının açıq inamsızlıqla baxdığını görüb tez əlavə elədi. Hə, əlbəttə, madam ki, özgəsinin evinə soxulmuşam, elə düşünmək olar. Ancaq birinci dəfədir belə iş. Mənə mütləq pul lazımdır. Bir də mən yalnız onu götürmək istəyirəm ki, o mənə çatasıdır. Heç nə başa düşmürəm. Qadın şirin-şirin gülümsündü. Oğurlamağa gəlmisiniz. Oğurluq məgər sizə çatası şeydir? Həm elədir, həm də yox. Mən çıxıb getsəm yaxşıdır. Kişi qapıya sarı addımladı, ancaq qadın onun yolunu kəsdi. Özü də necə canlar alan mane idi. Kişi sol əlini uzadıb sanki onu qucaqlamaq istədi, ancaq tərəddüd içində dayandı. Aydın görünürdü ki, qadının məsumluğu və gözəlliyi kişinin əl-qolunu bağlayır. Görürsünüzmü, qadının qalibanə səsi eşidildi. Bilirdim ki, mənə toxunmazsınız. Kişi əməlli başlı özünü itirmişdi. Ömrümdə qadın ürəyi sındırmamışam, o dedi. Asan deyil qadını incitmək. Ancaq siz qışqırsanız, mən buna məcbur olacağam. Qadın inadla dilləndi. Biraz da qalın, söhbət eləyək. Elə maraqlıdır ki, istəyirəm öyrənim ki, nə üçün oğurlamaq sizə çatacaq payı götürməkdir. Kişi heyran nəzərlərlə ona baxırdı. Mənə həmişə elə gəlirdi ki, qadınlar oğurlardan qorxurlar. Ancaq deyəsən siz elələrindən deyilsiniz. Qadının şən gülüşü eşidildi. Bilirsiniz, oğrudan oğruya fərq var. Mən sizdən qorxmuram. Çünki başa düşürəm ki, siz qadın qəlbinə toxunan adamlardan deyilsiniz. Gəlin söhbət edək. Heç kim bizə mane olmaz. Evdə təkəm. Atam gecə qatarı ilə New Yorka gedib. Xidmətçilər isə yatırlar. Sizi nəyəsə qonaq etmək istəyirəm. Axı qadınlar həmişə tutduqları oğruları nəyəsə qonaq edirdilər. Hər halda romanlarda belə yazılır. Ancaq heç bilmirəm, yeməyi hardan tapım. Bəlkə nəsə içmək istəyirsiniz. Kişi tərəddüd içində dayanıb dillənmədi. Qadın onun xoşuna gəldiyini və bu istəyin an-ban artdığını yaxşı anlayırdı. Qorxursuz? O soruşdu. Sizi zəhərləmərəm, düz sözümdür. Sizə əmin etmək üçün özüm də içərəm. Siz qeyri-adi dərəcədə gözəl qızsınız, kişi deyib ilk dəfə tapancanı aşağı saldı. Bundan sonra dünyasında inanmaram ki, şəhər qızları qorxaq olurlar. Bax siz, zərif, balaca qadınsınız. Cəsarətiniz isə başdan aşır. Ən əsası isə adamı inandırırsınız. Görəsən silahlı quldurla sakitcə söhbət edə bilən qadın çoxlu tapmaq olar, lap elə kişi də. Sözlərin sehri altında qadın şirin-şirin gülümsündü, ancaq təzədən danışanda səsi yenə ciddi idi. Ona görə ki, mənim xoşuma gəlirsiniz. Siz tamamilə düz adama oxşayırsınız. Oğruya oxşatmaq olmur sizi. Atın daşını oğurluğun. Bəxtiniz gətirmirsə, iş axtarın. Yaxşı, bu zibil tapancanı bir qırağa qoyacaqsınız, ya yox. Gəlin işdən danışaq. Hər şeydən qabaq sizə münasib iş tapmaq lazımdır. Bu şəhərdə ay tapdın ha, kişi acı-acı dedi. Mən axtarmaqdan zara gəlmişəm. Sözün düzü çox da pis adam deyildim, ta işsiz qalana qədər. Kişinin əsəbi sözləri şən gülüşlə qarşılandı. Gülüş onun ürəyinə yağ kimi yayıldı. Qadın isə bunu dərhal anlayıb, girəvəni əldən vermək istəmədi. Qapıdan aralanıb bufetə sarı yeridi. Mən bufetdən bir şey tapanacan, hər şeyi yerli yataqlı danışın. Nə içirsiniz? Viski? Bəli, madam. Hələ də əlində tapanca sıxılmış kişi açıq və heç kimin qorumadığı qapıya sarı baxaraq qadının arxasınca yeridi. Qadın stəkana viski süzdü. Sizinlə içəcəyimə söz vermişdim. Qadın sözləri seçə-seçə danışdı. Ancaq mən viski xoşlamıram. Çaxıra üstünlük verirəm. Qadın çaxır şüşəsini qaldırıb icazə istəyirmiş kimi kişiyə baxdı. Əlbəttə, viski kişi içkisidir. Sözün düzü qadınların viski içməsini xoşlamıram. Çaxır isə başqa məsələ, çaxır olar. Qadın süzgün və qılıqlı baxışlarını kişiyə zilləyib stəkanını onun stəkanına vurdu. Sizin uğurlarınız naminə. Arzu edirəm münasib bir iş tapasınız. Kişinin çöhrəsində nifrət və təəccüb sezən qadın qəflətən səsini kəsdi. Kişi bircə qurtum içib stəkanı yerə qoydu. Nə oldu? Qadının qayğılı səsi eşidildi. Viskidən xoşunuz gəlmir? Bəlkə səhv salmışam. Qəribə viskidir, tüstü iyi verir. Gör bir necə səfihəm. Sizə Şotland viskisi süzmüşəm. Siz isə əlbəttə yerli viskiyə öyrəşmisiniz. İndi dəyişərəm. Az qala ana qayğısı ilə qadın stəkanı dəyişdirib lazımi butulkanı tapdı. Hə, bu necə xoşunuza gəlir?
Bəli, madam, ondan tüstü qoxusu gəlmir. Əsl mən deyən viskidir. Bir həftədir dilimə bircə damcı da dəyməyib. Bu günə baxan viskisidir. Dərhal görünür ki, təmizdir, qatışığı yoxdur. Çox içənsiz? Yox, madam, elə deməzdim. Əvvəllər həddimi aşan çağlarım olub. Onda da ildə ayda bir kərə. Bəzən bircə qədəh viski çox yerinə düşür, lap indiki kimi. Hə, madam, xeyirxahlığınız üçün çox sağ olun, mən daha tərpənim. Ancaq Miss Setliff öz oğrusunu belə tezliklə buraxmaq istəmirdi. Demək olmazdı ki, o macəra romantikliyinə meyl edirdi. Yox, Miss Setliff yüngül söz-söhbət dalınca qaçan qadınlardan deyildi. Bu kişidə nəsə həyəcanlandıran qeyri-adi bir şey vardı və qadının marağı da onun ucbatındandı. Üstəlik, indi tam əmindi ki, qorxmağa dəyməzdi. Kobud çənəsinə, qəddar baxışlarına baxmayaraq, bu adam təəccüblü dərəcədə sözə baxan idi. Hardasa qadının qəlbinin dərinliklərində baş qaldırmış həvəsi ona pıçıldayırdı ki, tanışları işləndə onunla necə fəxr edəcəklər, ona necə həsəd aparacaqlar. Belə girəvəni əldən buraxmaq olmaz. Siz heç izah eləmədiniz ki, nə üçün oğurlamaq sizə çatası nəyisə götürmək adlanır. Qadın dedi, bax burada stolun arxasında oturun və bu barədə danışın. Qadın özü də kişi ilə üzbəüz oturdu. Sərvaxlıq hələ də kişini tərk etməmişdi. Gözləri diqqətlə dörd tərəfi müşahidə edirdi. Sonra o baxışlar sakit bir heyranlıqla ani olaraq qadına dikilir, qadın danışanda isə onun səsindən çox kənar səslərə diqqət kəsilirdi. Bir anda olsun stolun üstünə sağ əlinə səmt qoyduğu, indi əslində ikisinin arasında olan tapancası yadından çıxmırdı. Kişi özünə tanış olmayan özgə evində idi. O qərb tərəflərin oğluydu. Onun qulaqları və gözləri daim keşikdə idilər. Meşələrdə və çöllərdə cəsarətli axtarışları vaxtı qulaqları və gözləri onun dadına çatırdı. İndi isə bilmirdi ki, stolun altında üzbəüz oturduğu qadının ayaqları yanında elektrik çağırış zənginin düyməsi vardı. Kişi heç vaxt belə kəşf haqqında eşitməmişdi. Onun sərvaxlığı və ehtiyatlılığı burada kara gəlmirdi. Bilirsinizmi, miss? Qadının israr edici sualına cavab verməyə başladı. Haçansa qoca Setliff mənə kələk gəldi. Bir işimiz vardı. Hə, kələk gəlib bütün var yoxumu əlimdən aldı. Kimin ki cibində 100 milyonlarla pulu var, o nə edirsə etsin, hər şey qanunidir. Hər şey də onların əllərindən gəlir. Mən sədəqə dilənmirəm və atanızdan intiqam almaq fikrim də yoxdur. O mənim barəmdə heç vaxt eşitməyib və əlbəttə qətiyyən bilmir ki, məni dilənçiyə çevirib. Axı o əlində milyonlar oynadan vacib şəxsiyyətdir. Mənim kimi qarışqadan onun nə xəbəri olacaq? O işbaz adamdır. Onun istifadəsində yüzlərlə müxtəlif mütəxəssis var. Bu adamlar onun əvəzinə düşünür, onun əvəzinə işləyirlər. Eşitmişəm ki, onların bəzisi Birləşmiş Ştatların prezidentindən çox maaş alır. Mən isə sizin atacığazınızın məhv etdiyi minlərdən yalnız biriyəm. Bilirsinizmi, madam, mənim bircə at gücünə malik hidravlik qurğusu olan balaca idarəm vardı. Ancaq Setliff və onun şərikləri bütöv Idaho torpaqlarını ələ keçirəndən, ərinti təsərrüfatını təzədən qurandan, Twin Pines yaxınlığında nəhəng hidravlik qurğunu yaradandan sonra əlbəttə mənim işim bitdi. Mən heç öz işimə qoyduğum mayanı çıxara bilmədim. Mitilimi atdılar bayıra. Ona görə də bu gecə cibimdə bircə qəpiyim də olmayanda və dostumun necə ehtiyacı olduğunu biləndə bura gəlib sizin atanızın əmlakına azacıq əl gəzdirmək qərarına gəldim. Mənə pul lazımdır. Ona görə də əgər atanızdan mənə çatası nəsə qopara bilsəm, bu Allah yanında günah sayılmaz. Miss Setliff etiraz etdi. Bütün dedikləriniz həqiqət olsa belə oğurluq olaraq qalır. Məhkəmədə bundan ötürü sizə bəraət verməzlər. Bilirəm, kişi qısaca razılaşdı. Ədalətli olan hər şey çox vaxt qanuni olmur. Bax, ona görə də mən indi burada sizinlə narahat oturub söhbət edirəm. Bu heç də o demək deyildir ki, sizinlə oturmaq ürəyimcə deyil. Əsla, siz mənim çox xoşuma gəlirsiniz, ancaq mən heç cür polisin cənginə keçə bilmərəm. Yaxşı bilirəm ki, onlar mənim başıma hansı oyunu açarlar. Keçən həftə bir oğlanın belinə 5 il zolladılar. Özü də nəyin üstündə? Küçədə bir nəfərdən $2.85 pul çırpışdırdığına görə. Bu barədə özüm qəzetdə oxumuşam. İş olmayan çətin vaxtlarda insanlar ümidsizləşir, qəddarlaşır və əlinə keçən hər kəsin başında bu qəddarlığı partlatmağa imkan axtarır. Əgər bu dəqiqə tutulsam 10 ildən aşağıya ümid bəsləyə bilmərəm. Ona görə tez çıxıb getmək istəyirəm. Yox, dayan.
Qadın əlinin hərəkəti ilə onu saxlamağa çalışdı. Eyni anda ayağını elektrik zənginin düyməsindən götürdü. Neçə dəfə idi ki, o zəngi basırdı. Siz heç demədiniz ki, adınız nədir? Bir anlıq tərəddüddən sonra kişi dedi, məni Dave çağıra bilərsiniz. Məsələ burasındadır ki, Dave, qadın istəkli bir utancaqlıqla güldü. Sizin üçün nəsə eləmək lazımdır. Siz hələ cavansız hesab edəcəyiniz hər şeyi götürsəniz, sonralar elə öyrəşəcəksiniz ki, heç payınıza düşməyənləri də çırpışdıracaqsınız. Bütün bunların axırı bilirsiniz necə olur? Yaxşısı budur sizin üçün münasib iş tapaq. Mənə pul lazımdır, özü də bu dəqiqə lazımdır. Kişi inadla dilləndi. Özüm üçün istəmirəm, dostumdan ötürü deyirəm. Bayaq dedim sizə, o təhlükə altındadır. Əgər dərhal kömək olunmasa, getdi fələyin. Qadın cəld danışdı. Mən sizin üçün iş tapa bilərəm. Qaldı sizin dostunuzun məsələsi, bilirsiniz nə var? Sizə borc verərəm, göndərərsiniz ona. Sonra öz maaşınızdan mənim pulumu qaytararsınız. $300 bəs edərdi. Kişi sakitcə dedi. Hə, 3-cə 100-ə. O canını qurtarar. Bundan ötürü bir də adicə sup. Hə, bir də tütün üçün 1-2 sent pula bir il nəfəs dərmədən işləməyə hazıram. Ah, siz papiros çəkirsiniz, heç ağlıma gəlməyib. Qadın tapancanın üstündən əlini uzadıb siqaret çəkənlərin barmaqlarında olan məlum sarı ləkələrə işarə etdi və həm də nəzərləri ilə silahacan olan məsafəni ölçdü. Cəld hərəkətlə tapancanı götürmək ehtirası onu təlatümə gətirdi. Qadın əmindi ki, silahı götürə bilər, ancaq yenə də tərəddüd edirdi. Nəhayət özünü bir təhər saxlayıb əlini çəkdi. Çəkmək istəyirsiniz? Bağrım çatlayır lap. Mən etiraz etmirəm, çəkin, buyurun çəkin. Birisi çəkəndə mənim xoşuma gəlir, əlbəttə siqaret çəkəndə. Kişi sol əlini yan cibinə salıb, əzik-üzük bir siqaret kağızı çıxararaq, onu sağ əlinə səmt olan tapancanın yanına qoydu. Təzədən əlini cibinə dürtüb, iri, qıvrım tənbəkini kağızın üstünə tökdü. Sonra hər iki əlini tapancanın üstünə qoyub siqara bükməyə başladı. Bu iyrənc silahdan elə yapışmısınız ki, sanki məndən qorxursunuz. Qadın coşğunluqla dedi. Sizdən qorxmuram, madam, ancaq nəsə biraz narahatam. Mən isə sizdən qorxmadım. Siz nədən qorxasıydınız ki? Bəs canımdan qorxmayım, qadın etiraz etdi. Hə, elədir, kişi dərhal razılaşdı. Ancaq qətiyyən qorxmadım. Bəlkə mən özümü çox müti göstərirəm. Qorxmayın, məndən heç bir pislik görmərsiniz. Qadın bu sözləri deyə-deyə ciddi və səmimi nəzərlərini kişiyə dikmişdi. Ayağını isə təzədən elektrik zənginin düyməsi üstünə basmışdı. Görürəm ki, adamları yaxşı tanımırsınız, xüsusilə qadınları. Çalışacağam ki, cinayət aləminin daşını atıb, ağıllı bir işin qulpundan yapışasınız. Siz isə, kişini qeyrət boğdu. Çox üzr istəyirəm, madam, kişi mızıldandı. Şübhəyə düşməyim heç insafdan deyil. Sağ əlini tapancanın üstündən götürüb papirosuna 1-2 qullab vurdu. Sonra silahı diz üstünə qoydu. İnandığınız üçün çox sağ olun, qadın az qala pıçıltıyla dedi və gözlərini tapancadan çəkib bir daha zəngin düyməsini bastı. Bu $300 isə günü bugün qərbə göndərə bilərəm, kişi dedi. Əvəzində isə bir il işləməyə razıyam, təkcə yeməyim verilsə. Daha da çox qazanacaqsınız. Sizə vəd edirəm ki, ayda $75 az almayacaqsınız. Əlinizdən mehtərlik gəlir. Atlarla aranız necədir? Kişinin tutqun sifəti açıldı. Gözlərində qığılcım parıldadı. Çox gözəl. Ya mənim, ya da atamın yanında işlərsiniz. Dəxli yoxdur. Onsuz da xidmətçiləri adətən mən götürürəm. Mənə ikinci bir arabaçı lazımdır. Frak geyinəcəm. Kişi kəskin tərzdə onun sözünü kəsdi. Qərbin azad olduğunun səsində və təbəssümündə nifrət vardı. Qadın şəfqətlə gülümsündü. Deməli ürəyinizcə deyil. Qoyun fikirləşim. Dayçalara baxa bilərsiniz. Kişi başını tərpətdi. Bizdə cins atlar zavodu var və orada sizin üçün iş tapılar. Necədir? Necədirmi, madam? Kişinin səsində sevinç və təşəkkür birləşmişdi. Deyin görüm hardadır o zavod? Günü sabah başlamağa hazıram. Bir şeyi sizə vəd edə bilərəm, madam. Heç vaxt təəssüflənməyəcəksiniz. Bədbəxtliyə düçar olmuş Hugh Lükə kömək əli uzatmısınız. Siz gərək ki, adınızın Dave olduğunu demişdiniz. Qadın incə məzəmmətlə barmağını yellədi. Elədir, madam, yalan demişdim. Əsl adım Hugh Lükdur. İndi mənə desəniz ki, cins at zavodunuz hardadır və yol pulu versəniz, səhər tezdən düz ora yollanacam. Bütün bu söhbət uzunu qadın fasiləsiz olaraq zəngin düyməsini basırdı. O müxtəlif işarələr verirdi. 3 qısa və 1 uzun, 2 qısa və uzun. Axırda isə dalbadal 5 dəfə. Sonra isə çoxlu qısa zənglərdən bezib 3 dəqiqə idi ki, ayağını zəng düyməsindən çəkmirdi.
Ya div yuxusuna getmiş xidmətçilərin başçısını yamanlayır, ya da zəngin işləməməsindən şübhələnirdi. Sizin razı olmanıza elə sevinirəm ki, qadın dilləndi. İşə düzəlməyiniz çətinlik törətməz. İndi isə icazə verin, qalxım yuxarı pul qabını gətirim. Kişinin baxışlarında şübhə əlaməti sezib əlüstü əlavə elədi. Mən ki sizə 300 dollar pul etibar edirəm. Sizə inanıram madam, kişi ehtiramla dilləndi. Ancaq hər cür özümü ələ ala bilmirəm. Yaxşı, pul üçün yuxarı qalxa bilərəm. Kişi cavab verməmiş, qadının qulaqları hardansa xəfif bir səs aldı. Bu hardasa açılan qapı cırıltısı idi. Ancaq bu səs o dərəcədə zəif idi ki, daha çox yüngül hava axınına bənzəyirdi və əgər qadın var gücü ilə həmin səsi dinləməsəydi, qətiyyən eşitməzdi. Ancaq Lük da o səsi almışdı. Nədir o? Kişi təlatüm içində soruşdu. Cavab əvəzinə qadın cəld sol əlini uzadıb tapancanı qamarladı. Onun hərəkəti Lük üçün tamamilə qəfil idi və qadın məhz buna ümid bəsləyirdi. Bircə an sonra kişinin əli bayaq silahı qoyduğu boş yeri cırmaqladı. Oturun. Qadın elə sərt səslə əmr etdi ki, kişi bu səsi hələm-hələm tanımadı. Tərpənməyin, əllərinizi stolun üstünə. Kişinin tapancanı necə tutmasını qadın yaxşı yadında saxlamışdı. Ağır tapancanı irəli uzanmış əlində saxlamamaq üçün qadın dirsəyini stola dayayıb, kişinin başını yox sinəsini nişan almışdı. Kişi sakitcə oturmuşdu və tapancanı almaq üçün cəhdin qətiyyən olmadığını ya da açılacaq atəşin yan getməyəcəyini anlayaraq qadının bütün əmrlərini itaətlə yerinə yetirirdi. Kişi tapancanın da ona tuşlaşmış əlin də əsmədiyini görür, sinəsində açılacaq yaranın ölçülərini təsəvvüründə canlandırırdı. İndi kişi qadına deyil, tapancanın çaxmağına baxırdı. Qadın barmağını yüngülcə tətiyə basmış, çaxmaq hədələyici tərzdə gərilmişdi. Siz Allah, yadda saxlayın ki, silahın tətiyi çox həssasdır. Bərk basmayın, yoxsa bədənimdə Yunan qozu boyda dəlik açarsınız. Qadın barmağını azacıq boşaltdı. Bax, belə yaxşıdır, kişi dedi. Lap yaxşı olar ki, ağzını yana döndərəsiz. Çox həssas silahdır. Lazım gəlsə yüngülcə tətiyi çəkmək onu kükrədib qaldıracaq və aşağı salacaq. Sizin güzgü kimi işıldayan döşəmənizin üstündə qan yaranacaq. Kişinin arxasındakı qapı açıldı və o kiminsə içəri girdiyini eşitdi. Kişi heç qımıldanmadı da. O yalnız qarşısındakı qadına baxır və tamamilə başqa adamın çöhrəsini görürdü. Bu çöhrə qəddar, soyuq, amansız, eyni zamanda ifrat dərəcədə gözəldi. Qadının gözləri də amansız olmuşdu və indi soyuq alov saçırdı. Thomas, qadın əmr etdi. Zəng vurun polisə, bu qədər vaxtı hardasınız? Mən zəng səsini eşidən kimi gəldim, madam. Oğru bir anda gözünü qadından çəkmirdi. Qadın da kirpik vurmadan ona baxırdı. Zəng haqqında danışılanda oğrunun baxışlarında nəsə bir anlaşılmazlıq oxundu. Bağışlayın, madam, qulluqçuların başçısı dilləndi. Bəlkə yaxşı olar ki, mən də silah götürüb nökərləri oyadım. Yox, polisə zəng vurun. Bu adamı özüm burada saxlaram. Gedin, cəld dediklərimə əməl eləyin. Qulluqçuların başçısı məstlərini sürüyə-sürüyə otaqdan çıxdı. Üz-üzə oturmuş kişi və qadın isə bir-birindən göz çəkmirdi. Beyninə dolmuş fikirlər indidən qadına həzz verirdi. İndi o tanışlarının təntənəli təriflərini eşidirdi. Gözəl Miss Heathcliffin tək başına silahlı qulduru tutması haqqında qəzetlərdəki xəbərləri oxuyurdu. Qadın əmindi ki, bu əhvalat mütləq sensasiyaya çevriləcək. Məhkəmədə siz dediyiniz o hökmü oxuyanda o soyuq səslə dedi. Daha doğrusu oxuyandan sonra sizin düşünmək üçün xeyli vaxtınız olacaq. Onda oturub fikirləşərsiniz ki, başqasının əmlakına göz dikəndə və qadının üstünə silah çəkəndə necə səfehlik eləmisiniz. Bu dərsi yadda saxlamaq üçün xeyli vaxtınız olacaq. İndi mənə düzünü deyin axı, sizin köməyinizə ehtiyacı olan heç bir dostunuz yoxdur, elə deyilmi? Özü də dediklərinizin hamısı yalandır, ağ yalan. Kişidən səs çıxmadı. Qadına tikilmiş baxışlarından da heç nə oxumaq mümkün değildi. Sanki onun gözləri qarşısına hansı dumansa pərdə çəkmişdi və bu pərdə arxasından üzbəüz oturmuş qadın zorla seçilirdi. O dumanlıqda günəş şəfəqlərində çimən qərbin nəhayətsiz çölləri görünürdü. Şərqin çürük şəhərlərinin sakinlərindən mənən qat-qat uca olan qadınlar və kişilər görünürdü. Niyə susursuz? Nə üçün təzədən nəsə quraşdırmaq istəmirsiniz? Niyə xahiş etmirsiniz ki, sizi buraxım gedəsiniz? Xahiş edərdim. Kişi qurumuş dodaqlarını yalayıb dedi. Xahiş edərdim əgər nə? Qadın hökmlə soruşdu. Mən sizin yadıma saldığınız söz barədə düşünürəm. Əgər siz ləyaqətli qadın olsaydınız, mən xahiş edərdim. Qadının bənizi ağardı. Ehtiyatlı danışın, o xəbərdarlıq etdi.
Məni öldürməyə sizin cəsarətiniz çatmaz. Kişi nifrətlə gülümsündü. Bizim bütün bu aləm cinayət yuvasıdır. Ancaq sizin kimilər orada meydan sulayanda gərək bilələr ki, dünya o qədər də ayaq altına atılmayıb ki, mənim kimisini o dünyaya göndərəndə sizi cəzasız buraxsınlar. Siz alçaq və yaramaz qadınsınız, ancaq bədbəxtliyiniz orasındadır ki, zəifsiniz. İnsanı öldürmək o qədər də çətin deyil, ancaq sizin buna cəsarətiniz çatmaz. O ürəyin sahibi deyilsiz. Ağzınızın sözünü bilin, qadın qeyzlə dedi. Sizi xəbərdar edirəm, axırı pis olar. Mənim əlimdədir. Sizə sərt ya yumuşaq cəza veriləcəyi məndən asılıdır. Kişi birdən coşdu. O necə Allahdır ki, sizin kimlərə hər cür əclaflıq eləməyə imkan verir. Heç başa düşmürəm ki, zavallı bəşəriyyəti ələ salıb alçaltmaq Allahın nəyinə gərəkdir? Mən Allah olsaydım, qulluqçuların başçısının gəlişi onun söhbətini yarımçıq kəsdi. Telefona nəsə olub, madam, o dedi. Ya naqillər qırılıb, ya da nəsə başqa şey. Stansiya cavab vermir. Nökərlərdən birini oyadın. Qadın əmr elədi. Göndərin polis dalınca, özünüz isə qayıdın bura. Onlar təzədən tək qaldılar. Mənim bir sualıma cavab verərsinizmi, madam? Sizin xidmətçi bayaq zəng haqqında nəsə dedi. Bütün vaxtı mən sizə göz qoyurdum. Haçan zəng vurduğunuzu görmədim. Zəng düyməsi stolun altındadır, səfihin biri. Mən onu ayağımla basırdım. Təşəkkür edirəm, madam. Mənə elə gəlirdi ki, sizin kimi adamlarla əvvəllər qarşılaşmışam. İndi əminəm ki, belədir. Sizə inanıb qəlbimi, ürəyimi açdım. Siz isə bütün vaxt ərzində məni əclafcasına aldadırmışsınız. Qadın istehza ilə güldü. Davam edin, nə istəyirsinizsə danışın. Çox maraqlıdır. Siz mənim gözlərimi bağladınız. Özünüzü xeyirxah və məlahətli göstərdiniz. Şalvar yox, yufka geyindiyinizdən məharətlə istifadə edərək məni barmağınıza doladınız və bütün bu vaxt ərzində ayağınızla zəng düyməsini bastınız. Nə eybi, bunun özündə bir təskinlik vardır. Sizin kimi olmaqdansa mən kasıb Hugh Luke kimi 10 il həbsdə yatmağa üstünlük verirəm. Sizin kimi qadınların yeri isə cəhənnəmdir, madam. Sükut çöktü. Kişi bir anda gözünü qadından çəkmirdi. Sanki qadını daha dərindən öyrənmək, sonra qərar vermək istəyirdi. Davam edin, qadın inat göstərdi. Yenə nəsə deyin. Bəli, madam, deyərəm. Mütləq deyərəm. Bilirsiniz, mən nə eləməyə hazırlaşıram? İndi yerimdən qalxıb qapıya tərəf gedəcəyim. Sizdən tapancamı ala bilərdim, ancaq birdən səfehlik edib tətiyi basarsınız. Eybi yoxdur, qoy tapanca sizdə qalsın. Hayf gözəl silahdır. Hə, mən qapıya tərəf gedəcəyim. Siz isə atəş açmayacaqsınız. İnsanı öldürmək üçün cəsarət lazımdır. Sizdə isə o yoxdur. Hə, indi isə hazırlaşın. Baxaq görək, siz atəş aça bilərsinizmi? Mən isə heç bir ziyan vurmadan qapıdan çıxıb gedəcəyim. Mən gedirəm. Qadından gözünü çəkmədən stolu itələyib qalxdı. Tapancanın çaxmağı dikəldi. Hər ikisi tapancaya baxırdı. Bərk basın, kişi məsləhət verdi. Çaxmaq heç yarıyacan qalxmayıb. Hə, insan öldürməyə bir cəhd göstərin, görək. Onun bədənində yumruq boyda bir deşik açın, görək. Qoy onun beyni parçalanıb sizin döşəməyə səpələnsin. Bax, adam öldürmək budur. Çaxmaq yavaş-yavaş qalxırdı. Kişi arxasını qadına çevirib aram addımlarla qapıya sarı getdi. Qadın tapancanı qaldırıb Lükün belini nişan aldı. Çaxmaq 2 dəfə qalxdı. Sonra tərəddüd içində yerinə qayıtdı. Qapı arxasında görünməz olmazdan qabaq Lük bir də çevrildi. Nifrət içində gülə-gülə, sakitcə sözləri bir-bir, seçə-seçə bu qadına olan bütün nifrətini cəmləşdirib iyrənc bir söyüş söydü.